bu göz rəngi dəyişilib sola, yəni sola ya da dəyişilə bilərmi? Okey, gəlir təzədən qayıdaq. Tatu siz bilirsiniz nə olan şeydir. Və insanlar tatu edərək müəyyən illər tatu çox görkəmli olur, çox qəşəng olur. Yaş ötərək tatunun rəngi bir balaca solur. Hər tatu sola bilər. Bu normaldır. Göz rəngi də bununla solurmu? Onun konkret arxa rəngi həmişə qalır. Amma solmuş cəhətdə ola bilərmi? İllərdən sonra, 20 ildən sonra, 25 ildən sonra. Bəli, ola bilər. Yenə də rəngləmək olarmı? Solğun alergiyalar çox vaxt. Bəli, mümkündür. Rəngi dəyişmək mümkündürmü? Eyni gözdə mən eləmişəm mavi, mən istəyirəm yaşıl. Mümkündürmü? Bəli, o da mümkündür. Vacibdirmi? Sözsüz ki, yox.